Cəmiyyətimizdə əyləncə və sevinci təmin edən bir çox peşə sahibi var ki, onların zəhməti bəzən nəzərdən qaçırılır. Bu peşələrdən biri də animatorluqdur. Əyləncə mərkəzlərində, ticarət obyektlərində və ictimai tədbirlərdə kukla geyimləri ilə insanlara pozitiv emosiyalar bəxş edən animatorlar çox vaxt özlərinin deyil, başqalarının sevincini düşünürlər. Bu peşə zahirən əyləncəli görünsə də, onun mahiyyətində ciddi fiziki və psixoloji çətinliklər də mövcuddur. Yay aylarında qalın geyimlərdə saatlarla ayaqüstə qalmaq, fasiləsiz hərəkət etmək və daim xoş münasibət göstərmək animatorların üzərinə düşən əsas vəzifələrdəndir. Təəssüf ki, bəzən yetkin şəxslər tərəfindən animatorlara qarşı hörmətsiz yanaşmalar müşahidə olunur. Alçaldıcı ifadələr, qeyri-etik davranışlar və bəzən fiziki təzyiq hallarına rast gəlinir. Bu kimi hallar ətrafdakı digər yetkin şəxslərin səssiz qalması problemi daha da dərinləşdirir. Unutmaq olmaz ki, animatorlarda bir insandır. Onların geyindikləri kostyumların içində hiss edən, zəhmət çəkən və emosional yük daşıyan bir şəxs dayanır. Onlara hörmətlə yanaşmaq həm insana, həm də əməyə verilən dəyərin göstəricisidir. Gəlin bir anlıq o kostyumların içindəki insanın yerində özümüzü təsəvvür edək. Bəlkə o zaman daha çox anlayış göstərər, daha çox dəyər verərik.